Deyirəm ki, çəkmə, olmaz. Yığışdır onu. Xeyr, əgər günahkar deyilsinizsə niyə müsahibə vermirsiniz? Mən qaçmıram, gizlənmirəm. Nədən günahkar O olmalıyam? zaman gəlin açıqlama verin. Nəyə açıqlama verməliyəm? Siz kimsiz, mən sizə açıqlama verməliyəm? Biz jurnalistik, məsələni araşdırırıq və media. Jurnalistinizi eləyin. Neyinə işimizi görürük Dedim, də. xahiş edirəm, buranı dayandırın çəkilişini, gedin işinizlə məşğul olun. Xeyr xanım, heç bir açıqlama vermə məcburiyyətində deyiləm. Sən də qaldır, qəşəng çəkin, yaxşı düşün. Əvvəlki adı Royal Education olan, sonra adını xaricdə təhsil olaraq dəyişdirən şirkətdən qaynar xəttimizə şikayət daxil olub. Türkiyəli tələbə Qonca Gül Kocaman iddia edir ki, Makedoniyada yerləşən universitetdən Türkiyənin universitetlərindən birinə köçürülmək məqsədi ilə bu şirkətlə əlaqə saxlayıb. Tərəflər müəyyən pul müqabilində öz aralarında razılaşıblar və şikayətçi pulun yarısını ödəyib. Amma şirkət bunun müqabilində heç bir iş görməyib. Üniversiteler arasında Türkiye'ye geçiş için yatay geçişim yapacaklardı. Bu sebeple benden 23.000 dolar şeklinde para istediler. 11.500 dolarını işlemden önce, 11.500 dolarını işlemden sonra alacaklardı. Ama bir sene boyunca sürekli ara ara ödeme yaptım. Bu ödemem sonucunda 3.000 fazla alarak, yani toplamda 16.000 dolar şeklinde bir ödeme almalarına rağmen hiçbir işlem yapmadılar. Siz bunu haber yaparsanız ya da siz bunu resmi yerlere başvurursanız Türkiye'de size dava açılır. İşte Türkiye'de soruşturma yersiniz. Bundan dolayı hapis yatarsınız. Yasal bir şey değil diyerek beni tehdit etmeye çalıştılar. Bir neçə saat gözləyəndən sonra şirkətin sahibi olduğunu bildirən İfrat Göyüşov müsahibə verməyə razılaşdı. Bəli, doğrudan da bizim elə bir tələbəmiz olub. Qonca Gül adında Türkiyədəki ofisimizə yaxınlaşaraq bizdən təhsil alması barədə köməklik istəyib. Biz onu müqavilə bağlamışıq, işləmlərini görmüşük. Ancaq gecikmə səbəbləri onun vaxtında deyilən ödəməni yəni qarşılamamasıdır və cavabında bilir ki, ödəməni verə bilmirik hal-hazırda. Biz də gözləmişik. Biz də universitetə ödəməni gec elədiyimizə görə bunun qəbulu qalıb gələn ilə. Hal-hazırda işimiz araşdırmadadır, istintaqdadır. Əgər günahımız varsa da biz qarşılamağa hazırıq. Deyir ki, onu təhdid eləmişsiniz ki, siz heç yerə şikayət edə bilməzsiniz, pulunu ala bilməzsiniz, günahkar sizsiniz. Bir dənəsini çıxartsın, qoysun ortaya ki, bəs belə bir şeylər var ortada. Müqavilə əsasında olan bir şey necə təhdid edə bilərik? Bəs bu məsələ qanunla necə həll olunmalıdır? Azərbaycan şirkəti ilə deməli danışıqlar aparılmışsa və Azərbaycan şirkəti tərəfindən onun deməli hər hansı bir məbləğdə pulu əldə edilibsə, burada artıq məsuliyyəti elə Azərbaycan təhsil şirkəti daşıyır. Belə ki, burada araşdırma aparılmalı. Əgər əməldə dələduzluq tərkibi varsa, burada artıq məbləğ xeyli miqdardan gedir. Yəni həmin təhsil şirkətinin məsul şəxsini 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası da gözləyir. Amma belə deyək ki, yəni bu istintaq orqanı tərəfindən araşdırılmalıdır. Doğrudan da əgər burada gecikdirmələr olubsa və bu təhsil şirkətinin belə deyək ki, hər hansı bir hərəkətsizliyindən yox, sırf vətəndaşın özünün gecikdirməsindən əmələ gəlibsə, bu halda belə həmin şəxsin ödədiyi 16.000 dollar məbləğ geri qaytarılmalıdır. Təhsil eksperti Frəngiz İbrahimova bildirdi ki, xaricdə təhsil şirkətinə müraciət edərkən ilk növbədə diqqət etməli olduğunuz məqam şirkətin rəsmi qeydiyyatda olub-olmamasıdır. Şirkət hüquqi cəhətdən rəsmi olmalı və sizinlə yazılı müqavilə imzalamalıdır. Əgər müqavilə şərtlərində sizi qane etməyən və ya narahat edən məqamlar varsa, bu zaman mütləq müzakirə edilməli, dəqiqləşdirilməli və ya müqavilədə ayrıca qeyd edilməlidir. Əks halda da siz həmin şərtlərlə razı olub-olmamağa qərar verməlisiniz. Digər vacib məsələ ödənişlərlə bağlıdır. Şirkət xidmət haqqını əvvəlcədən açıq şəkildə bildirməlidir. Hansı hallarda əlavə ödənişlərin ola biləcəyini sizə izah etməlidir. Əgər müqavilə imzaladıkdan sonra tez-tez və ya çoxsaylı gizli ödənişlər ortaya çıxırsa, bu artıq ciddi narahatlıq doğurmalıdır. Ekspert həmçinin bildirdi ki, müraciət etməzdən əvvəl mütləq təhsil şirkətinin hansı öhdəlikləri üzərinə götürdüyünü dəqiqləşdirmək lazımdır.